Qadın bədəni öz dövrünə əsasən planlanmalıdır. Salam, kanalımıza xoş gəlmisiniz. Bugün çox paylaşım alan bir trendi elmi baxımdan izah edəcəm. Bədənin aybaşı siklinə uyğun planlanmasında. Instagramda, TikTokda bu haqda minlərlə video vardır. Amma elmin nə dediyini gəlin birlikdə baxaq. Qadın bədəni təbii olaraq 4 əsas fazadan ibarətdir. Aybaşı fazasından, folikular, ovulyasiya və luteal fazadan. Hər birində hormon səviyyəsi və enerji də fərqlidir. Amma bu fərqlər bəzən çox kiçikdir. Gəlin fazaları qısa və praktik şəkildə nəzərdən keçirək. Menstruasiya dövrü 1-5-ci günlər. Bədən bu zaman enerjini itirir və orqanizm üçün bərpa vacibdir. Əgər ağrınız və halsızlığınız varsa, yüngül gəzinti, stretching, nəfəs texnikaları etmənizdə fayda vardır. Qidalanmanızda dəmir, vitamin C ön planda olmalıdır. Maye içməyi unutmuruq. Folikular faza 6-12-ci günləri təşkil edir. Bu zaman estrogenlərin miqdarı artır, onunla birlikdə də enerjimiz yüksəlir, fokusumuz bərpa olunur. Bu mərhələdə planlaşdırma, yeni ideyalar, həm də daha intensiv məşqlər üçün çox əlverişli dövr hesab olunur. Ovulyasiya 13-15-ci günlər olur. Özünüzü bu zaman güclü hiss edə bilərsiniz. Amma elastikliyi artdığı üçün zədə riski də yüksəkdir. Ona görə də isinmə və texnikaya fikir verin. Luteal faza 16-28-ci günlərdə. Progesteron bu zaman dominant olur. Bədən istiliyi, iştahının artması müşahidə olunur. Yuxu bir qədər pozula bilir və bu dövrdə balanslı, zülallı, lifli və karbohidratlı qidalanmaya nəzarət edirik. Gec sorulan karbohidratlardan istifadə edirik, su qəbulunu artırırıq və bərpaya üstünlük veririk. İndi gələk elmi tərəfə. Məşq performansı fazalar arasında dəyişilir. Ancaq meta-analizlər göstərir ki, fərq bu zaman çox azdır. Yəni, bu dövrü izləmək faydalıdır. Amma mütləq bugün məşq etmək kimi bir qayda yoxdur. Ən vacibi isə odur ki, bədəninizi müşahidə edin. Məlumat toplayın və ona uyğun tənzimləməyə çalışın. Hormon dövrlərini izləmək qadın bədənini anlamaq üçün əla alətdir. Amma o, həyatın qadağası deyil, sadəcə bələdçidir. Bütün endokrin cəmiyyətlərin bir ümumi mülahizəsi vardır. Həyat tərzi, qidalanma, yuxu və stresin idarəsi. Bunlar bədənin bütün fazalarında prioritet olaraq qalmalıdır. Yəni bu trend deyil. Balanslı həyat əsas elmi yanaşmadır. Özünüzdən müğayət olun və suallarınızı şərhlər bölümündə yazmağı unutmayın. Sağ olun.